İndi gedirik, özümüz də bilirik hara. Bir dənə ada kimi bir yer var, oraya gedirik. Adı Catba Island'dır. Və dəniz üçün gedirik, bir gündə qalacağıq. Ümid edirəm səsimi düşürüm küləkdən. Nəsə belə. Mən də bir seçimdə rəbdən çıxmaq istərdim. Çox sevdim. Səhər, axsaqqallar idman edir. Necə idman edir. Həm öz valideynlərim özlərini ki, qoca adlandırırlar. Bir şey eləməyə halları yox. Baxın ana. Gəlmişik, avtobus gözləyir. Günəş xanım. Günəş xanım. Günəş müəllimə. Hara gezsin? Harada pləşən gördü, oraya gedirdi. Günəş. Nə? Hə, Günəş, nə? Oturma. Bir otursun, dodo. Düşmək istəyirsən? Düşmək istəyirsən? Nə o? Hələ ki avtobus gözləyirik. Bizi çağırmayıblar. Elə avtobuslardır, içəridə gözlədirlər, deyəsən. Mən inanmıram bu bizimki də belə olar. Bizimki də belə olacaq səncə? Nə olacaq? Belə olacaq bizimki də. Belə deyəndə necədir ki bu? Nə bilim, məncə bizimki balaca olur. Niyə ki? Nə bilim. Bu çox mənim az gedir, narsız. Normal avtobusda nə? Çox da böyük deyil ki. Nə bilim. Günəş. Nədir, nə istəyirsən? Bura bax görün, nə istəyirsən? Hə? Əl çəkir ki, bir normal bir dayanır ki. Wow. Gördüyünüz kimi motosikletlər. Bu da həm də motosikletlər şəhəri. Maşından çox motosiklet var. Mama. Hara getmək istəyirsən də görüm. Ya card or cash? Okay. Kartla ödəmək olur. Əgər olsa əlbəttə ki, amma 7:30-a qədər buradayıq, bizə gec gələrdik. Onda niyə aldatdılar? Deyərdilər gec gəlin də. Daha aşağı 7:30-a qədər. Bunlarda da sistem bizdəki kimi işləyir. Ha, bu da dediğimin təsdiqi. Görürsünüz nə qədər motosiklet var yolda. Niyə belə sən? Bir səbəb də şəhərin çirkli olmasının səbəb göstərirlər ki, motosikletlər çoxdur, havanın çirkli olmağının. Və bir şey də qeyd edim ki, burada da siqnal səsi eşitmək adi haldır. Bakıdakı bir-birinin yoluna çıxmaq, siqnal vermək adi haldır. Avtobusumuz gəldi. Bizim avtobus gəlib deyəsən. Gəldi avtobus. Ha, bu da olur. Hə? Pul ödəməliyik. Nə qədər? Nə qədər nə ödəməliyik? Kartla da yoxsa nə? Kartla alanda faiz tutur. Nə qədər? 2%. Oh my god. Ondan sonra cash ödəyir. Nə qədərdir bilmirsən? Əssalam, ödənişi də elədik, avtobusun ödənişini. Hə? Çeki çəkirəm. Çekdi bu biletli yoxsa? Həyatım, bagajımız orada qaldı. Hə, götürürük. Avtobusun ümumi görünüşü belədir. 2 kilo oturacaq qalmayıb, məcburuq. Hələ pul ödədikdə gecikdik. Tək-tək oturmağa. Sağ ol. Dünən bir dənə Vietnam kofe içmişik. Normalda mən axşam kofe içəndə vecim olmur da yatır yaxşı. Yəni nə gecə yata bilməmişəm. İndi də Yuxumuz elə gəlir. İndi də hiss edirəm ki, yuxusuzam, amma yenə yuxum gəlir. Nə tər bir şeydirsə, yəni həqiqətən şok bir şeydir. Nasıl? Gedirəm. Görər başımızdan gəlir. Kirpilərimə baxın nə gözəl. Günəş yenidən məni seçdi. Sağ ol, Allah razı olsun. Prosta bir şey odur ki, telefona baxmağı seçmiş. Nə abidi? Abidi nədir? Of the trip today, okay? Yes. So once again, because I never had the chance to properly say hello to everyone during the morning rush, my name is Tuna, T-U-N-A, yes, like the fish. And today I will accompany you from Hanoi.
to Kata Island and to the pier if you are going on the night cruise. Right? Some of you going on the overnight cruise will take you straight to the harbor. And from there, our staff from the Su verdiler bizə. Çox sağ olsunlar. Bu da bizim suyumuzu da verdiler. Lanha Xan Nə deyirsən qoqo? suyun adı da. Nə o bir tərəfdə yazılıb da ingiliscəsi. Serenit. Nəysə çox xoşbəxtəm ki, axır ki artıq biz çölə çıxırıq. Biraz belə dəniz ab-havası, yay ab-havası, dırnaqları nətərdir. Məsələn gedirik də, görək necə olacaq. Çox həyəcanlıyam bu arada həqiqətən. Bu arada canım qurtarıbdı. Uzun çək. Suyu bulanlıq görsənir. Nə ki görürsən? Sən də başındaydı yoxsa? Yox, mənim birinci duranda dəymişdi. Bəli. Careful. Belə bir şey verdilər. Bunun səbəbi də şeydir, itməyək deyə də elə bir. Çox istidir. Gedirik. İstidir hava. Ənənəvi Vyetnam istisi, rütubətli. Hara gedirik görəsən? Belə yerlərdir, gözləyin çək. Gedək görək, kafe var. Hamı çoxlu gəlir buralara ümumiyyətlə. Turistlərdir, əksəriyyət turistlərdir. Görək. Kafedir. İçərəm yaxşı sərin. Orada Qəşəng yemək iyi gəlir özdə. Nə maraqlıdır. Ticarət mərkəzi kimi görək yeməyinə tapırıq. Bura baxın bir dənə. Yemək iyi gəlir, qəşəng. Bunları qəsdən belə deyiblər ki, bura gələn hər avtobus turist saxlayır və turistlər alsınlar. Yəni marketinq, uşaqlar, marketinq. Çox gözəl. Çantalar çox gözəldir. Oy Allah. Where are you going? Where are you going? Look at my hair, guys. Ay, saçım yeringəsinə. Mən başa düşürəm, mən Vietnama gələndə mənim saçım niyə belə vız qalır? Mən anlamıram, ya Allah and olsun. Yəni, eşidirsiniz mən? Niyə vız qalır mənim saçım? Belə qalır, elə bir ki, başımda mən partlayır. Hansını istəyirsən? Bu o. Okey, bak hansı? Birini seç, ala. Birini seç. Đấy, một cái thôi. Yeah, baby. Vô đâu bé. Are you happy? Are you happy? Belə yemək almış. Banh mi. Nə? Banh mi. 35 tonga. Adı banh mi. 35 tonga o. Biri 35 değil. Yo, 65'ti. 65. Hə, 35'dən. Evet. Give me. Düşme. Mama. Şirin Ne bu. Ha? Şirin bu. Belə olur da. Pisdir. Şirin bu da.
İndi dayanmışıq və mən həyatımda ilk dəfə belə bir şey görürəm ki, bu boyda avtobus minəcək feriyə və biz də onun içində. Sonra biz düşə biləcəyik. Yəni feridə deyəsən gəmi kimi bir şeydir, bilmirəm. Yəni vallahi ilk dəfə bilmirəm. Orada düşəcəyik. Orada düşəcəyik və sonra çatana yaxın təzədən avtobusa minəcəyik və avtobus oradan düşəcək və çatacağıq. Hardasa yarım saat falan çəkəcək yəqin. Belə. Çox həyəcanlıyam. Yəni avtobus bir gəmiyə necə minə bilər? I don't know. Bilmirəm, görəcəyik. Cici. Ayı. Bus before the ferry arrive at the other harbor at the other side. Okay? Anyone who wants to stay back on the bus can feel free to rest on the bus until we come on the other side. Şimdi adaya keçəcəyik. Həyatımda Avtobuslar. yaşadığım ilklərdir də. Yəni. Hə? Həyatımda yaşadığım ilklər. Abba. Ağlama kızım, ağlama, çatırım, ağlama da niye ağlayırsan? Niye ağlayırsan? Hoppa. Ay, sağ ol, ciddi ağlama. Ağlama kızım sen. Wow, Josie. Wow. Gördün mü? Güneş bizi o kadar yorur ki, yani dehşet. One of the biggest islands of the Katba archipelagos. And from here, we will have another 30 minutes to 45 minutes drive until we reach the center of town. Along the way, we will have some drop-off. Please get ready and check your own stay at the in-home stay. Yeah, we have. Since many of you will be traveling with a cruise, which is 100 to 400 big and small islands, with the main landscape of limestone mountain. In this area, it used to be under the floor of the ocean and created by the accumulation of millions and millions of sea creatures, which passed away on the floor of the ocean, dropped into the water. Katba adasının ərazisinə çatmışıq dostlar. On this Güzel manzarası var. No need for support. Yes. During lunch today, you might have the chance to enjoy some of this specialty of the island. And I would personally recommend trying the squid, the shrimp, and the oyster of the island. Yeah. With a good view of the ocean and a short proximity to the land. It is a great base for the army to rely on when we defend our country, our sea territory and air territory. On this island, we have several mountains where they place the great cannon to protect our sky from the bombardment of the American people during the Vietnam War. On the island nowadays, we will drop you off at the intersection, and your host will come and pick you up with the car. Yeah. Because Yên Homestay is a homestay isolated from the rest of the island.
It is built in a valley within the mountain. Hə, çəkirəm ha. Gəldik, çatdıq Katba adasına. Katba da düz deyirəm. ha. Katbadır yes. Hə, deyil, nədir bu? Vyetnamın ən böyük adasıdır. Və bizim otelimiz UNESCO-nun dünya irsi ərazisinə daxil edilib. Yəni ki, insanlıq tərəfindən qorunması vacib olan ərazilərdən biridir. Adam bizim çox otel gözəldir, tapacağım, tələsmə. Adı nədir otelin? Çox gözəldir, çəkmişik, görəcəksiniz. Mənim telefonumda Hal-hazırda var. oteli axtarırıq. Otelimizi tapdıq, uzaqdan gördük oteli. Bəli, çünki hündürdür. Maraqlı küçələri var belə. Tapdıq. Apartment, second hotel. Bu deyil. Yeee. Bu deyil. Budur. Hə, Soul otel budur. Çatdıq otelimizə. Bizə pasportlar lazımdır. Reception. Sənin sumkandan. Biz gedirik yeməyə. Saçıma da baxın. Bu şeylikdən, nəmlikdən şişib saçlarımız. Gedirik yeməyə. Bu da günəşdir. Kepkasına qədər taxıbdır. Gedirik bir şeylər yeyək, sonra da dənizə gedək. Yenə sifəti yer. Bilirsiniz uşaqlar bunu sevir. Artıq az düz danışdığımız üçün. Əslində biz oynayırıq kameralara. Yəni İsmət əslində əsir tutulur mən tərəfindən təhdidlərlə. Yoxsa İsmət qətiyyən buralarda olmaq istəmir, yanımızda olmaq istəmir. Hə İsmət? Yanımızda olmaq istəmirsiniz. Yox, havas. Hə biraz istidir. İsmət isti havaya nifrət eləyir. Amma çox yaydı da uşaq avqustdayıq. Yəni nə gözləyirsiniz? Bakıda belə bu dəqiqə istidir. Nəysə, gedək görək nə yeyirik, nə qarırıq belə. So, ay Allah, yenə ingiliscə danışacaqdım. Bax görürsən, alışqanlıqdır. Belə bir yerə gəlmişik. Çox qəşəng yerdir. Yəni biraz dayday kafelərinə oxşuyur da normal olaraq. Bir ada üçün yaxşıdır deyə düşünürəm. Ya ada üçün turizm mərkəzidir. Nə ada üçün? Hə, bu da günəşdir. Yenə məşğuldur. Yemək gözləyir ayısı ilə. Bu yeməklərimizdən biridir. Bölüşdürüb yeyəcəyik. Amma o bir də gələcək. Bu da ikinci yeməyimizdir, ətdir. Əslində bura balıq restoranıdır, amma biz balığa risk eləmədik. Ancaq bif dedik də. Gül kimi gözəl qız olmuşam. Hə? Nəsə acam. Səhərdən heç nə yeməmişəm. Ona görə sağ olun, yemək yeyim, qaydar. Orada atan. Gedək. Gedirik yenidən körfəzə. Hansı körfəzdir? Adı çox çətin deyəməyəcəm. Tonkin körfəzi. Cənubi Çin dənizinə aiddir, eləmi? Bəli, bu küçə də belədir. Bura Cənubi Çin dənizi Yavaş. sahilləri. Davab şey. Gəl. Çək tamam belə. Bura Cənubi Çin dənizinin sahilləridir. O körfəz də Cənubi Çin Mən dənizinə onu aiddir. bilmirdim bu arada. Görürsən. Bu da bizim Günəş xanımdır. Tanış olun. Tanış sizə. Görün yenidən. Deməli bir də bizim diqqətimizi nə çəkir? Baxın, adi küçədir də, yəni adi küçə. Baxın hər yerdə bayraqlara. Yəni dəhşət. Bu qədər sevirlər. Burada market var bu arada. Gözəl. Qırağa. Hə, bu bayraqlar niyə küçədədir, o maraqlı. Günəşin saçına baxın nə qəşəng. Qucaq istəyir günəş. Gəl. Ayısını da buraxmır, aldığımız ayını. Allah, diyan, üstümü batırdı. Ev. Hə. Küçədə çoxlu bayraqlar var, maraqlıdır. Görün nə qəşəng güllər var. Bizim olduğumuz adanın adı
Katba adasıdır. Katba adası. Amma çox böyükdür də, yəni. Katba bu Cənubi Vyetnama aiddir də, Cənubi Vyetnam. Yəni bir vaxt bildiyiniz kimi Vyetnam iki hissədən ibarət olur. Cənubi Vyetnam və Şimali Vyetnam. Amerika ilə müharibə vaxtı da müharibə Şimali Vyetnamdan gedib Amerika Cənubi Vyetnamın kommunistləşməsinin qarşısını almaq istəyirmiş. Bu da mənzərə, baxın. Belə İsmət gedəcək indi və qabaqdan o dəniz mənzərəsi açılacaq. Çox gözəl. Körfəz mənzərəsi. Hə, yaxşı körfəz. Oh, yol. Yayında qarğadın mənə. Yaxşısan, yox. Qarğış elədin mənə. Səysən. Digər. Çox gözəldir arkadaşlar. Bu da gözəldir ki bu. Abıca. Yəni çox gözəldir həqiqətən. Bayıldım. Kənardan Vyetnam. Yaxşı. Yaxşı. Qırava. Yavaş. Oy, sağ ol. Gəl əlimdən tut. Bir yeri o bir əlindən tut. Yaxşı, gəl, kəmənim keçin bura. Bu bir əlindən tut. Bu boyda kişi görsünüz, yazın zülüm. Oy. Yaxşı, get özün. Yaxşı, gəl. Belə görsən. Yəni bu mənzərəni görəndə deyirsən ki, burada sərin hava var, amma İndi əslində elə deyil. sərindir. Əslində elə deyil. İndi sərindir. Hava rütubətli və nəmişli və istidir. İndi sərindir vallahi, yoxlama. Gün ortasına baxanda hə, amma yəni mənzərəyə baxıb aldanmayın. Vallahi indi qəşəng. Mən sizə bir söz deyim, biz saat 1-də çıxdıq. Həm bir dənə isti idi ki, mən həyatımda o isti məni çarıxdırdı. O dərəcə. Buradan gəl, Günəş. Buradan gəl. İndi o qədər sərindir ki, palm çöldə qala bilərəm. Gəl, əlimdən tut. Oy, sol. Tut əlimdən. Tut. Həqiqətən. No. Maşının yoluna çıxma. Get o tərəfə. Çox mutluyum. Çox mutluyum arkadaşlar. İsmət otelin şəbtlərini uğurlayıb bu arada. Uğramamışam. Geyinib qaytaracam da. Get. Nə, burada yaxşı sən qal. Bye. Gəl qızım, gəl. Burada nəyə gözləyirsən ki? Millətə bax, biz günorta gələndə adam az idi. Bomboş idi, amma indi dəhşət çox. Çimərlikdə dəhşət çox adam var. Amma biz gedirik, çünki videolar çəkməliyik. Çimləyəcəyik. Nə qalsa mənə görə indi çimə bilmərəm heç istəsəniz. Çünki mənə görə soyuq. Yəni. Nətər çimir? Hoppa. Ay Allah, sən saxla. Cidək. Qabağımızda dağ var. Biz günorta burada gələndə dağ keçilərinin səsi gəlir. Deməli burada dağ keçiləri də yaşayır. Görmədik, amma səsləri gəlir. Bir dəqiqə arkadaşlar. Nə oldu? Hə, buradadır. Sən hardadır? Biraz üstünü minib səsi çətin gəlir. Hə. Bir dəqiqə. Hə, gördüyünüz dağı çək. Dağı çək. Gördüyünüz Dağ. bu tərəf. Gördüyünüz bu dağlarda dağ keçiləri də yaşayır. Günorta gələndə səslərini eşidir. Biri lap bəbəydi belə eləyir. Gözlərini görməsək də səslərini eşitdik amma. Günəş yuxuluyur. Günəş o hava vurdu, dənizə girdi, çıxdı. Günəş artıq hazırdır axşam yatmaq. Tutmalıdır da prosto mənim uşağım. Düş yaxşı. Deyir mən hər şeyi azad eləyim, tək eləyim. Tək və azad, bu qədər. Gəl, əlimdən tut. Yavaş. Duzlu bir şeydi, duzlu limon. Oturmuşuq indi yemək sifariş eləmişik. Dönərə oxşayan bir yeməkdir belə. Günorta da yemişdim də, ondan idi də. Adı nədir? Banh mi. 2 dənə də su. Belə. Banh mi. Bu da bizim bammilərimiz, banh mi. Toyuqludur. Belə görünüşü qəşəngdir. Nəsə sosu da yoxdur, əsli belə olur da. Thank you. Cəmaət çəkməsin. Günəşdən One more. Gör hansı dadlıdır. Orasında nəsə yoxdur axı, nə biləs? Var nəsə o. Necə dadır? O bu.
O ətli idi, bu toyuqludur. Hə. Amma onun başqa içində çox qəribə bir sosu var idi. Səhər yeməyimiz, mango, pankek, bir də bunu biraz yemişik, yumurta, sosis, 2 dənə qarpız, su, çay və günəş. Bu da mənzərədir. Belə dostlar, Adanı tərk edirik bu gün. Gedirik şəhərimizə. Fikirləriniz nədir? Fikirlərim dəhşət çox istidir, amma yəni belə olmalıdır, çünki avqustdayıq. Hə, avqust ayıdır, buranın iqlimi də belədir, biraz rütubətli və istidir. İndi qayıdvan yolda fərqli oldu. Bu səfər özümüz minirik, baqajlı falan. Nəyə minirik? Heç bir fikrimiz yox. İçində inşallah soyuq olar. Biz siz istidir bu dəqiqə. Yəni siz baş saldın mənim də. Yəni sənə baxın biraz. Günəşin də istədir. Günəşin də yeməyidir. Əlim əsir çəkəmirəm. Qorxma aşkım, qorxma. Hələ də gedirik biraz. Burada dayanmırmış. Yavaş, orada atın, hə. Onun içine minəcək. Amma o qədər tez gedəcək. Dərəcə isti var, gördüyünüz kimi. Möhtəşəmdir sadəcə. Tatlıcı. Tatlı da. Yedi, şuraya.